Salam dostlar. Uşaqlar, bugünkü ev tapşırığımız xan qızı və eyni zamanda yazı işinin yoxlanılması mövzuları daxilində olacaqdır. Gəlin ilk tapşırığımıza baxaq. Xurşidbanu Natəvan və xan qızı mətnlərinə əsasən Natəvan haqqında verilmiş obraz xəritəsini tamamla. Uşaqlar, siz artıq Xurşidbanu Natəvan mətnini oxumusunuz. Eyni zamanda xan qızı mətnini dinləmisiniz və burada baş verən hadisələrə görə biz obraz xəritəsini tamamlayacağıq. Gəlin birinci hissəyə baxaq. Obrazın təqdimatı. Baş verən hadisələrə görə sizcə obrazı necə təqdim edərik? Bəli, maarifpərvər, xeyriyyəçi və şairə idi. İndi isə biz obrazın xarakterini müəyyən edəcək. Eyni zamanda düşündüyümüz xarakteri nə üçün belə düşünmüşük əsaslandıracağıq. Birinci, cəsarətlidir. Nə üçün belə düşünürük? Çətinliklərə baxmayaraq, Tiflisdə atasından qalan mülkləri geri almaq üçün canişinlə mübarizə aparmışdır. Növbəti, biz düşünürük ki, Xurşidbanu Natəvan xeyirxahdır. Bəs nə üçün belə düşünmüşük? Bəli, uşaqlar, o yoxsullara və kimsəsizlərə kömək etmiş, Şuşada xan qızı bulağını çəkdirmişdir. Daha sonra düşünürük ki, o vətənpərvərdir. Bəli, Azərbaycanın bölünməsini faciə hesab etmiş, xalqının rifahı üçün çalışmışdır. Növbəti, yadda qalan hərəkətləri və obraza münasibətləri qeyd edəcəyik. Uşaqlar, bu hissələri mən nümunə üçün sizə təqdim edəcəyəm. Lakin siz həm nümunədən bəhrələnərək, həm də dinlədiyiniz, oxuduğunuz mətnlərə istinad edərək özünüz təqdim edəcəksiniz. Beləliklə, yadda qalan hərəkətlərindən o, yoxsullara və kimsəsizlərə yardım etmiş, onların rifahı üçün müxtəlif işlər görmüşdür. Ən mühüm addımlarından biri isə Şuşada xan qızı bulağını çəkdirməsi olmuşdur. Bəs obraza münasibətim necədir? Düşünə bilərik ki, Xurşidbanu Natəvanın mərhəmətli və xeyirxah olmasını çox bəyənirəm. Onun kasıblara, ehtiyac sahiblərinə daim kömək etməsi və onların çətin günlərində yanında olması onu böyük bir şəxsiyyət kimi göstərir. O, xalqını və vətənini sevən bir insan kimi onların rifahı üçün əlindən gələni etmişdir. Natəvanın ən çox bəyəndiyim xüsusiyyətlərindən biri də savadlı, elmə və ədəbiyyata maraqlı olmasıdır. Onun xalqını maarifləndirməyə çalışması və şeirləri ilə insanlara mesaj verməsi təqdirə layiqdir. İndi isə gəlin B tapşırığına diqqət edək. Səhv yazılmış sözləri müəyyən et və düzgün yaz. Uşaqlar, gəlin birinci cümləni oxuyaq. Dostum mənə gözəl bir məktub yazdı və onun fikirlərini oxumaq məni çox sevindirdi. Sizcə bu cümlədə yanlış yazılan sözlər hansılardır? Diqqət edək. Bəli, dostum və məktub sözləri. İndi isə gəlin həmin sözlərin düzgün yazılışını müəyyən edək. Dostum və məktub şəklində olacaqdır. Növbəti cümlə, o idmanda çox çalışsa da, hələ qaçışda biraz zəif idi. Sizcə bu cümlədə yanlış yazılan söz hansıdır? Bəli, zəif sözü. İndi isə doğru yazılışını müəyyən edək. Yazılışda zəif sözündə Y hərfi olmayacaqdır. Növbəti, bu kitabın müəllifi uşaqlar üçün maraqlı nağıllar yazır. Uşaqlar, gəlin baxaq. Yanlış yazılan sözlər müəllif və maraqlı sözləridir. İndi isə gəlin doğru yazılışını müəyyən edək. Müəllif şəklində və maraqlı şəklində olacaqdır. Bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.